Salam, çoxdandır ki ürəyim çiğ köftə istəyirdi. Gəlin necə hazırladığımı birlikdə öyrənək. 2 stakan incə bulqurun üzərinə 1 çay qaşığı duz əlavə edib, üzərinə çıxana kimi qaynar su əlavə edirəm. Daha sonra qarışdırıb ağzını bağlayıram ta ki suyu çəkilənə kimi. Bu hala gəldikdə artıq hazırdır. Daha sonra mənim blenderim balaca olduğuna görə 2 dəfə hazırlayacağam. Blendera əlavə edib, üzərinə soğan, sarımsaq, cəfəri, qırmızı istiot, qara istiot, sumaq, nar turşusu və bibər pastası əlavə edirəm. Yarım stakan duru yağ və yarım stakan nar şərab da əlavə edib blenderdən keçirdirəm. 2 dəfə bunu elədikdən sonra qaba əlavə edirəm. Çiğ köftənin sirri onu yaxşı yoğurmağındadır. O qədər yoğurmalıyıq ki, içindəki bulqurlar görsənməməlidir, tam bir-birinə keçməlidir. Mən hardasa yarım saat yoğurdum. Və budur, artıq çiğ köftələrimiz hazırdır, servis etdim. Doğrudan da dadı çox möhtəşəm idi. Mən limon sevmədiyimə görə limonla servis etmədim, nar şərabla servis etdim. İnanın ki, dadı çox gözəl idi. Bəyənib fikir bildirməyi unutmayın.